Herkese salam, hər vaxtınız xeyir olsun. Yeni vlogumla sizin qarşınızdayım. Mən və Padrukam və bizim uşaqlarımız gəzintiyə getdik, Omar atçılığa. Uşaqlara bir ton paltar götürdüm, amma heç birisini geydirmədim, ehtiyac olmadı. Burada da uşaqlar bir-birlərinə tanış olurlar və bir-birlərinə, daha doğrusu qızım Padrukamın qızına hədiyyə verir, çünki qızımızın ad günü idi. Və yollandıq Omar atçılığa. Düzdür, yer olaraq çox gözəl bir yerdir. Bəyənmədiyim nüanslar oldu. Nəyi bəyənmədim? Yeməkləri od qiymətinədir, servisi qəşəng deyildi və manqal salatı, süzmə bərbad idi. Amma görünüş olaraq gözəl bir məkandır. Və orada bir şey də bəyənmədim ki, atlara yaxşı baxılmır. Ponilər qəşəng idi, amma böyük atlar çox arıq idi, qabırğaları görünürdü, həddindən artıq arıq idilər. Və düşünürəm ki, bu boyda pul qazanılsın o atlar üzərində, amma atlara yaxşı baxılmır. Və bəyəndim yerləri də bu oldu ki, məkan olaraq gözəldir, çox iridir və həm havası çox gözəldir. Və gölün kənarı çox gözəldir, amma gölün içi heç qəşəng deyil, üfunət iyisi gəlir oradan. Bəlkə də çox adam hiss eləmir, amma mən hiss elirdim. İyidən boğulurdum orada qayığın içində. Amma ikinci dəfə getsəm, mən qayığa minməyəcəm, çünki qoxusuna görə, qoxusu çox bərbaddır. Amma yer olaraq, məkan olaraq gözəl bir yerdə, uşaqlar çox bəyəndilər və getdik ağacların içində qəşəng tortumuzu kəsdik. Uşaqlar əyləndilər.